Və bunun içərisində ən önəmli dəyərlərdən biri sadiqlik yoldaşlar. Bax, bu günləri Yapon modelini dünyaya bizə hamı növbət gətirir. Yapon şirkəti bir problem yaşayan kimi, məsələn, şirkətin tutaq ki, iflasa uğraması var və s. Hər kəs kənətlənir və o problemi həll eləmək üçün ona çalışırlar. Və ilk tərk elədikləri o şirkət olur. Yəni, şirkətdə biz öz vətən ham baxdığına görə bir sadiqliyi var. Və bu günləri, məsələn, demirəm ki, yəni, bir şirkətdə etik normalar düzgün deyilsə, orada əxlaqi dəyərlər varsa, orada qalın belə özünü eyni. Yox. Amma birinci oranı düzəltməyə çalışacaq. Əgər düzəlməsə, ondan sonra biz ən son addımımız olmalıdır. Məsələn, əmək haqqımızla bağlı problem varsa şirkətdə, o şirkətin rəhbərliyindən danışmamız lazımdır. Yəni, əgər siz sussanız, danışmasanız, yəni siz orada sabit qalacaq. Bəzən bunu müdürün belə deyək ki, nəyinə verməyin ki, yox, bu qəsdli şəkildə eləyir.